Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bu gün Məmməd Qaraçiyev və Raqib Mərdanovun yeni kitabı 100 sınaq toplusundan sınaq altı nizamına baxacağıq. Qeyd edim ki, uşaqlar dərslər haqqında məlumat üçün ekranda gördüyünüz nömrə ilə, yəni 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz həm reading, listening, həm writing bacarıqları üzrə hazırlıqlar mövcuddur, həm də 5 bacarım 5 üzrə hazırlıqlar mövcuddur. Hər biri üçün məlumat ala bilərsiniz bu nömrə vasitəsilə. Və qeyd edim ki, videonu bəyənsəz like etməyi, kanala abunə olmağı, şərhlər bölməsinə öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videonu paylaşmağı unutmayın. Çünki görürəm şərhləri tez-tez yazırsınız, müəllimə sınaqlarının davamı gəlsin. Amma yəni siz də görərsiniz ki, məndə biraz vaxt limiti çox məhdud sayda olduğuna görə ancaq hazırlayıram və gözləyirəm ki, videolar paylaşılsın sizlər tərəfindən. Ona görə nə qədər çox paylaşsaz, nə qədər çox izlənsə, o qədər də çox videoların davamı gələcək, belə deyim sizə. İndi isə keçək Case of Nance, yəni sınaq altında ilk sualımızdan başlayaq. Bizə nə deyir burada? Deyir ki, birinci sualda. James' new friend is a clever guy. Demək, birinci sualda uşaqlar fikir verməniz gerəkən hissə odur ki, insan adı əgər s ilə bitirsə, onun yelçalı həm apostrof s-lə, həm də apostrofla düzələndə düz olur. James'in yeni dostu ağıllı adamdır. Yəni ki, iz var, xəbərim var, hər şey yerli yerində. Bir düzdür. 2-də apostrof s-dən sonra bin gəlib. Bu yelçalı deyil. 3-də 2 dənə apostrof s var. Cümlədə əgər 2 dənə apostrof s varsa, say, artikel baxımından heç bir problem yoxdursa, 100% o apostrof s-lərdən biri yelçaldır. My mom's uncles is coming to us. Mənim anam əmisi bizə gəlir. Yəni bu yelçal doğrudur. Keçdik 4-də. A final decision was made after 2 years. Birdən böyük say var deyə years cəmlənib apostrof verib investigation araşdırma ismi gəlib. Cümlənin də xəbəri was. Deyir ki, 3 illik araşdırmadan sonra son qərar verildi. Okay. Yəni ki, 4-də düzdür. 5-də apostrof s-dən sonra forgotten participle formada fail gəlib. Bu yelçal ola bilməz. 1, 3, 4 olur. Yəni məncə cavab 1, 3, 4 olmalıdır burada. Keçdik 2-də. Yeni yelçal, yəni yelçal bölməsi başlıqlar əslində oxumağıma ehtiyac yoxdur. Amma yenə də baxaq. İkinci sualda bizə deyir ki, Mr. Mrs. olanda soyadın qarşısında apostrof s olmalıdır. Soyad cəmlənəmir burada. Yəni s apostrof səhvdir, bir getdi. Mr. Simpson apostrof s olub. Fault səhv günah ismi gəlib. Costa dəyər, qiymət olmaq əsas feilim, cümlənin xəbəri, yelçal düzdür. Üstdə apostrof s-dən sonra breed cins ismi gəlib. Apostrof s-dən sonra Brian'dan sonra. İsim gəlməsə də yelçal düzdür. Çünki breed cins ismini onsuz da əvəz edir. Deyir ki, my dog's breed is different from Brian's. Deyir ki, mənim itimin cinsi Brian'ınkindən fərqlidir. Yəni Brian'ın itinin cinsindən müəyyəndir axı. Ona görə artıq ikinci dəfə təkrara ehtiyac yoxdur. 4-də apostrof s sonuncu ismi artırılanda isim təkdə, xəbər təkdə olur demişik. Amma burada ismi cəmdə, xəbər də cəmdə verib. Gərək hər ikisinə apostrof s artırardı onda. 4 səhvdir. 2 və 3 cavab olur C bəndi. Keçdik 3-cü sualımıza. The sun, the moon, the earth, the world. Bunlar yalnız apostrof s-lə düzələn sözlərdir. Cümlənin xəbəri də izdir. Okay, yelçal düzdür. 1 düzdür. 2-də apostrof s-dən sonra got gəlib, yelçal deyil. 3-də apostrof s-dən sonra isim gəlməyib. I brought my car to the mechanic. Mexanikə götürdüm maşınımı. Yelçal doğrudur. İsim gəlməsə də yelçal düz olan sözlərdəndir çünki. She apostrof s isə yelçal deyil. Yəni cavabımız olacaq 1 və 3. O da olur D variantı. Keçdik 4-də. Apostrof s-dən sonra apologized fail gəlibdir. Yelçal deyil. 1 getdi, götürməyəcəm. Keçdik 2-də. 2-də a tree's shadow, ağacın kölgəsi. Cümlənin xəbəri də sat, were feilləri yelçal düzdür. The sky apostrof s-lə düzəlir. S qəbul etməz. 3 səhvdir, götürməyəcəm. 4-də she has been waiting at the baker's, çörək dükanında gözləyirdi. 4 düzdür. Baker, çörəkçi, apostrof s-dən sonra isim gəlməsi də yelçal düz olan sözlərdəndir. 5-ci sualda isə apostrof s-dən sonra got gələrsə yelçal olmurdu. 2 və 4 cavabımız olmuş olur A variantı. Sonra keçirik, bir dəqiqə, 5-ci sualımıza. Deməli, uşaqlar, neyzə nor, eyzə or ifadələrində apostrof s-dən sonra isim gəlməsi də yelçal düzdür. Apostrof s hər iki ismi artırılır. Ya da apostrof s hər iki ismi artırılır, isim təkdə verilsə də düzdür. Yaxşımı? Yadda saxlayırsınız bunu.
Neyzanor, eyzor ifadələrində apostrof s hər iki ismi artırılır. İsim gəlsə də düzdür, gəlməsə də düzdür. İsim təkdə də olsa düzdür, cəmdə də olsa düzdür, heç bir fərqi yoxdur. Yaxşı. The gold medal Neyzanorda apostrof s hər iki ismi artırır. Bir düzdür. Children s qəbul etməz, 2 səhvdir. Apostrof s hər iki ismi artırılıb. Cars, maşınlar cəmdə, ar cəm xəbər 3 düzdür. 4-də soyadın qarşısında D artiklı olanda o cəmlənməlidir. Amma Clark təkdə verib, düzdür, 4 səhvdir. 5-də photographer apostrof s-lə verib təkdədir. Talent, bacarıq ismi cavab, cümlənin xəbərdə word, gəl, çal, düzdür. 1, 3, 5 cavab olur C bəndə. 6-cı sualda apostrof s hər iki ismi artırılıb. İsim cəmdə, xəbər cəmdə, yəni 1 düzdür onda. Woman s qəbul etmir, kökdən dəyişir. 2 səhvdir, götürməyəcəm. 3-də apostrof s hər iki ismi artırılıbdır. Both and ifadəsidir. İsim cəmməsi də gəl, çal, düzdür. 3 düzdür. 4-də soyadın qarşısında D artiklı varsa o cəmlənməlidir. S artırıb apostrof verməliydi, amma cəmlənməyib. 4 səhvdir. 5-də dətdən sonra tək isim gəlir. Farmer təkdə apostrof S verib. Hard work, çox çalışma ismi cəb, gəl, çal, düzdür. Yəni 1, 3, 5 o da olur B bəndi. 7-də Those-dan sonra cəm isim gəlir. Parent təkdir, 1 səhvdir. Dətdən sonra tək isim gəlir. Professor cəmdir, 3 səhvdir. D. Clark, soyad cəmlənib, D artikl var, apostrof verib. Düzdür, Those cəmlənişlər, woman cəmdir. Kökdən dəyişib, D apostrof S verib, bu da düzdür. 2 və 4 cavab olur A bəndə. 8. A few cəmlənişlər, second cəmdə apostrof verib, 1 düzdür. 2-də ship, qoyun təki cəmi eynidir. S qəbul etmir, apostrof S olmalıdır. A day, təki D apostrof S verib, 3 düzdür. A few cəmlənişlərin months təkidir, 4 səhvdir. 1, 3. Cavab A. Keçdik növbəti, yəni neçənci sualda qoyuram. 9-cu sualda. 9-cu sualda Those-dan sonra cəm isim gəlir, amma writer təkdədir. 1 səhvdir, götürməyəcəm. 1-ləri çıxdıq. 2-də a few cəmlənişlər, weeks cəmdə apostrof verib, concert ismi gəlir, was-da tək xəbər 2 düzdür. 3-də tomorrow, yesterday, today yalnız apostrof s-lə gəlir, 3 düzdür. 4-də at my aunt's, xalam gildə apostrof s-dən sonra isim gəlməsi də gəl, çal, düzdür. 5-də woman s qəbul etmir, men s qəbul etmir, çünki kökdən dəyişir bu isimlər. 2, 3, 4 cavab olur C bəndi. 10-da woman apostrof s-lə düzəlir, çünki kökdən dəyişir. Yəni 1 düzdür. Children s qəbul etmir, 2 səhvdir. Goose, qaz sözü kökdən dəyişəndə s qəbul etməz, 3 də səhvdir. 2 ilə 3-ü çıx variantlardan cavab qalır 1, 4, 5. Smell of apples, almaların iyi. Ofdan düzəlib. Girl, qız sözü təkdədə apostrof s verib, bu da düzdür. Keçdik onda 11-ci sualımızda. Okay, apostrof s-dən sonra qot gələrsə gəl, çal deyil. ING-li feil cəb, amma xəbər yoxdur, gəl, çal deyil. ING-li feil cəb, yenə cümlədə xəbər yoxdur, gəl, çal deyil. Cümlənin xəbəri was, apostrof s-dən sonra complaint, şikayət ismi cəb, gəl, çal, düzdür. Y bəndə apostrof s-dən sonra söz önü gəlib, under, gəl, çal deyil. Keçdik 12. Apostrof s-dən sonra so, such, to, very, quite sözləri gələrsə bu gəl, çal deyil, A səhvdir. B bəndə apostrof s-dən sonra going to gəlib, gəl, çal deyil. C bəndə cut down, feil gəlib, gəl, çal deyil. Bin gəlib, gəl, çal deyil. Cavab olur Y bəndə apostrof s-dən sonra sistə bacı ismi gəlib, xəbərim də izdir. 13-cü sualda dizdən sonra cəm isim gəlir. Children kökdən dəyişib deyə apostrof s verib, 1 düzdür. 3-də dizdən sonra tək gəlir. Scientist təkdədir, apostrof s verib, 3 də düzdür. 2-də Those cəmlə işlənir. Men kökdən dəyişən isimdir uşaqlar. S qəbul etmir. Diz cəmlə işlənir. Dear təşi cəmi eyndə apostrof s verib. Horn yox, amma horns olmalıydı. Bu maralların buynuzları. Marallar, çünki bu var deyə, bunlar var deyə cəmdə axı artıq, düzdür. Cəmdirsə bədən üzüdür buynuz. Hər ikisini, hərəsinin ayrı-ayrı olmalıdır. Horns olmalıydı, 4 səhvdir. Dizdən sonra cəm isim gəlir. Sekreteri təkdir, 5 səhvdir, 1, 3. Cavab olur C. Keçdik 14-də. Apostrof S 2 dənədir. Birincidən sonra bin gəlib. Bu birisində soyadın qarşısında D artikl var. Gərək soyad cəmlənərdir, 1 səhvdir. Təkdə verib. Children S qəbul etmir, 2 də səhvdir. Onda cavab olur 3, 4. A bəndə. Woman apostrof S-lə cavab. Bags çantalar. İsmimdir, Word-də xəbər. Building təkdir, apostrof S. Foundation ismi gəlibdir. Gəl çalım, düzdür. Keçdik 15. Deməli, D artiklı var. Soyad cəmlənməli idi. 1 səhvdir, götürməyəcəm. Keçdik 2-də. Apostrof S hər iki ismi artırılanda isim cəmdə olmalıdır. Wallet yox, wallets olmalı idi. 2 səhvdir. 3-də apostrof S-dən sonra. Bir dəqiqə gözdən görüm. Burada nə veribdir? Happy Father's Day. Dear Dad. Okay. Father's cəmdədir, apostrof verib. Day.
Bu bir ifadədir uşaqlar. Yəni Atalar Günü mübarək deməkdir. Yəni burada cümləmin xəbəri falan vardı. Happy Father's Day elə cümlənin bir ifadəsidir. 4-də second, a second təkdədir. Apostrof s verib, hesitation, şübhə, tərəddüd, ismi cəhb, yəlçal düzdür. Cümləmin xəbəri isə denieddir. Yəni 3-4 cavab olur. D. 16-cı sualda apostrof s-dən sonra going to gəlib. Bu yəlçal olamaz. 8 weeks. Birdən böyük say var. İsim cəmlənib, yəlçal apostrofdan gəlib. Training. ING-li feil gəlib və cümləmin xəbəri var. Help, kömək etmək. Demək, ING-li feil gələrsə, cümlədə xəbər varsa, bu yəlçaldır demişik. 2 düzdür. Apostrof s-dən sonra response cavab ismi gəlib, was-da xəbərdir. 3 də düzdür. Apostrof s-dən sonra ING-li feil gəlib, amma xəbər yoxdur. Yəlçal deyil. Apostrof Deniz insan adıdır, sonu s-lə bitən. Apostrof s də versən düzdür, təkcə apostrof da versən düzdür. Okey. San oğul ismi gəlib, encourage cəsarətləndirmək də xəbərimdir. 2, 3, 5 cavab olur C bəndi. Videomuz bu qədər idi. Bəyəndisə like etməyi, kanala abunə olmağı, şərhlər bölməsində öz fikirlərinizi bildirməyi və videomuzu maksimum şəkildə paylaşmağı unutmayın.